başçısı, ağsaqqalımız Cənab Malik İsaqovun adından salamlarımı yetirirəm. Şəhidimizin yaxınlarına, əzizlərinə, ailə üzvlərinə, qardaşlarına dərin hüznündən başsağlığı verirəm. Bu günləri buraya yığışmaqdan məqsəd şəhidimiz Səmədov Səidin şəhadətə yüksəlməsindən, həlak olmasına 31 il keçir. Bu gün də onun 31 il keçməsinə baxmayaraq, sanki dəqiqələr keçirmiş kimi hər an, hər dəqiqə onu xatırlayırıq. Bu gün bura yığışmağımızda elə bu bariz nümunəsidir. Bilirsiniz, bu barlı Xırda rayondur. 93-cü il 31 avqustunda işğal olunubdur. Elə burada olanlar da hər biri demək olar bu barlının işğal olunmasını, şəhidlərimizin o müqəddəs torpaqlarında nə cür can verməyini öz gözlərinə görən insanlardır. Qubadlı balaca rayon olmasına baxmayaraq, həmişə daim hər şeydə birinci olubdur. Necə ki, 91-ci ildə o qızğın döyüş fazasına keçən dövrdən ta ateşkəs olan dövrə qədər və hətta sonraki dövrlərdə də bu özünü 2016-cı il aprel döyüşlərində, günlük əməliyyatında, 2020-ci il avqust ayında Tovuz döyüşlərində, sonra 44 günlük vətən müharibəsindən, Sarbaba əməliyyatında, antiterror əməliyyatında özünü bir daha göstərmişdir. Öz qəhrəmanları ilə, igidləri ilə, verdiyi şəhidlərlə. Bugün yığışmaqdan məqsədimiz onları anmaq, Səmədov Səidin və onun kimi silahdaşlarının verdiyi o canlar hədər getməməsinin bariz nümunəsidir. Bugün bura yığışanlar